Salam hörmətli izləyicilərim. Bugün sizə belə çox asan toxunan və tez də artan bir naxışın toxunmasını istəyirəm göstərim. Bu naxışı iki ilməklərdən yığmışam. Cüt ilməklərdən əmələ gələn naxışdır. Sapım da 100 qramlıq 350 metrəlik sapdır. Bundan həm jilet, şəkət, sviter, papaq, nə istəsəniz toxuya bilərsiniz. İndi bunun üçün mən belə bir sapımı götürürəm. Qısa formada yığacağım elimin üstünə. Dört, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmek yığdım. Bəs eləyir 16 ilmek. Bir düğün atım açılmasın diye. Artığını da kəsirəm. İndi mən bu ilməkləri 2-2 yığacağım. 2-2 toxuyacağım. 2 tərs, 2 düz. Bir kənar ilmək yığıram. 2 tərs toxuyuram. 2 düz. 2 tərs, 2 düz. Axıra qədər bu formada yığıram. Milimin üstə toxuyuram. 2 düz, 2 tərs, kənar ilməyi də tərs toxudum. İndi tərs üzdən də tərsləri tərs, düzləri də düz. Kənarı götürürəm, toxumuram. Burada da 2 düz, 2 tərs toxuyuram ilməkləri. Kənarda tərs toxudum. İndi bura düz düzdür. Mən rezinka toxumuram. Rezinkanı kim nə qədər istəyir toxuya bilər. Mən rezinkasız toxuyacağım. 2 tərsi toxuyuram. Buradan bir artırma eləyirəm. Bu 2 düzü toxuyuram. Sonra bu artırdığım ilməni bu 2 ilmənin üstündən keçirdim. Yenə 2 tərsi toxuyuram. Bir artırma eləyirəm. 2 düzü toxudum. Bu artırdığım ilməni keçirdirəm bu düz ilməklərin üstündən. Yenə 2 tərs. Birini artırdım. 2 düzü toxudum. Yenə bu artırdığım ilməni üstdən keçirdim. 2 tərs toxudum. Kənarda tərs toxudum. Tərs üzdən yenə kənarı götürürəm, toxumuram. Tərsləri tərs, düzləri də düz. 2 düz, 2 tərs. Kənarda yenə tərs toxudum. İndi bura düz üzdür. Düz üzdən kənarı götürürəm yenə. Yenə 2 tərs, 2 düz toxuyuram. 2 tərs, 2 düz. Düz üzdən yenə bir sıra
necə başlamışdıqsa birinci sırada o cürdə toxuyuruq. 2 düz, 2 tərs, kənarı da tərs toxudum. Tərs üzdən yenə heç bir dəyişiklik yoxdur. 2 düz, 2 tərs. Tərslər tərs, düzlər də düz. Düz üzdən yenə kənarı götürdüm. 2 tərsi toxudum. Bir sırada toxuyuram. Birini artırdım. 2 düzü toxuyuram. Bu düz ilmənin üstündən keçirdirəm bu artırdığım ilməni. Yenə 2 tərs. Yenə bir artırdım. 2 düzü toxudum. Artırdığım ilməni üstdən keçirdirəm. Yəni artma, eksilmə olmur. 2 tərs, bir artırdım, 2 düzü toxuyuram. Artırdığım ilməni bu düz ilmələrin üstündən keçirdirəm. 2 tərs. Kənarı da tərs toxudum. Tərs üzdən bir sırada toxuyuram. Tərsləri tərs, düzləri düz olduğu kimi. 2 düz, 2 tərs. Kənarda yenə tərs toxudum. İndi burada yenə, burada necə eləmişdiksə, formada bir sıra düz üzdən toxuyuruq, bir sırada tərs üzdən. Yenə eyni şeyi təkrar eləyirik. Axıra qədər eyni formada toxunur. Belə bir naxışa alınır. Əgər bəyəndinizsə, bəyən düyməsini basmağı, abunə olmağı da unutmayın. Sağ olun, gələn videomda görüşənə qədər.